Güzel bir şərh qoymusunuz orada. Deyir ki, ay bacı, sən deyir, bu paltarları geyinməzdən öncə bir paylaş, soruş, yaxşıdır, yaxşı deyil. Biz düzəliş eləyək, sonra geyinərsən. Belə vəziyyətdə çıxmayım evdə. Qardaşımsan, anamsan, bacımsan, mən sizin fikrinizi almaq üçün paylaşmıram ki bu videoları. Mən bu geyimləri evdə geyinib elə-belə çəkib sonra əlimdən çıxarmıram ki. Mən öz tərzimi və geyindiyimi sizinlə paylaşıram. Fikrinizi soruşmamışdım. Amma yenə də çox sağ olun şərhinizə görə. Mən də sizi çox sevirəm və eynən bu şortlarımı sevdiyim kimi. Bunu da İtalyadan almışam, Maskino brendinə aiddir. Amma bu şortları təkcə yayda yox, elə qışda, payızda da geyinə bilərsiniz. Baxın nə cür kombinləşdirirsiniz. Və budur biz zövqsüz kombinlərdə bu gün də sizinlə birlikdə. Və bəli, mən bu geyimdə axırda evdə yox, çöldə olacağam. Nə işlə məşğulam? Ay Allah, bu həm geyim çəkir, həm vlog aparır, həm aparıcılıq edir. Bu səhnəyə də çıxır. Bu kimdir? Bu gördüyünüz şəxs, yəni bu insan, bu gözəl xanım əslində 5 yaşında klassik musiqi təhsili alır və ölkəni də təmsil elədiyi sahəsi də elə oxuduğu universitet üzərisindən. Nə? Yəni musiqiçidir, ifaçıyam. Qardaş, mənim əsas vlogumu aparmaqda məqsədim həm gəlirimi qazanmaqda, amma ən əsası burada öz ifaçılığımı və oxuduğum mahnıları daha çox böyük kütləyə göstərməkdir. Eyni zamanda baxmayaraq mənim bu ayaqqabılarımı sevmirsiniz, mən bu ayaqqabılarla bu gün yenə də kombin edirəm və bu ayaqqabılarla bizim kombinimiz devam edir. Eynən mənim səsimi sevməyib, ay heç oxuya bilmir deyənlər kimi. Bax deyirsiniz ki, bu nədir? Səsi yoxdur. Səsim yoxdursa, mən necə bayrağı ən uca zirvədə dalğalandıra bilirəm? Mən necə ölkəni xaricdə təbliğ edə bilirəm? Festivallarda və orada birinci yerlərin sahibi olub, sonra ölkəyə gəlirəm. Bu necə baş verir? Yaxşı ki, jüridə sizin kimi insanlar oturmur o zaman. Nə deyim? Özümüz özümüzə dəstək olmaq əvəzinə biz özümüzdə istedadlı olanları əzməyə tərcih edirik. Mən isə sizi bugün geyindiyim rənglərlə biraz daha qıcıqlandıracağım öz zövqsüz kombinimlə. Sevdiyim eynən Maskino brendinə aid olan sarı topumu, korsetimi birazdan üzərimdə görəcəksiniz. Bax, inan Allaha bu vəziyyətdə görəcəksiniz. Hazırsan?